Salamlayıram değerli media izləyiciləri və eləcə də bizi qəbul edən dilimizin kamil iştirakçıları. Təbiətin əşrəfi sayılan insan evladı, adam və adamlar sisteminə malik olan bir qrup insanlar daima özlərinin içində olan simptomları uzaqlaşdırmaq, susturmaq və onları bədənlərindən bir dəfəlik yox etmək iqtidarında olsalar da, digər qrup insanlar isə həmin simptomları dinləmək, ona qulaq asmaq və onun nə demək istədiyinə nail olmaq istəyirlər ki, bu da hipokondiyadır. Hipokondiya özü bəs nə deməkdir? Hipokondiya o deməkdir ki, fiziki sağlamlığa malik olan bir insan özünü daima qılaf olaraq çərçivə daxilində hiss edir ki, elə zənn edir ki, o mühasirə çərçivəsindədir və oradan çıxıb xilas olmaq mümkün deyildir. Təbii ki, həmin insanı o çərçivə daxilindən xilas etmək üçün güclü təfəkkürə və profesional bir şəxsiyyətə ehtiyac olduğu halda o düşünüb dərk etməlidir ki, bunun xilas yolu həmin profesional insan elə onun özüdür. Belə ki, dəyərli dostlar, hipokondiya ən dəhşətli nevrozdur ki, bu nevroz daima onu narahat edərək həmin insanın almış olduğu bütün negatif informasiyalar panikalar şəklində qəbul edilərək bədən dili ilə dinlədiyi kantatadır, simfoniyadır və ən başlıcası sənsiz romansıdır. Belə xəstələr hər hansı bir maniyədən baş gizəllənmə nəticəsində özünün insult keçirdiyini və eyni zamanda ürək döyüntüləri 75-dən yuxarıya qalxıb sürətlə vurduğu anda infarkt keçirdiyindən narahatlıq hissi yaradaraq əmin olur ki, mən xəstəyəm. Yəni onun özü ilə bədən arasındakı əlaqələr pozulur, müvazinətini itirir, onun almış olduğu bütün informasiyalar ona ölüm xəbəri kimi çatdırılır. Təbii ki, bu da yol verilməzdir. Belə insanlar daima narahatlıq hissi keçirərək özlərində olmayan bir şeyi özlərini kimi qəbul edirlər. Bunu sadə bir misalla mən nümunəyə çəkə bilərəm ki, böyük okean sularında üzən gəmi kapitanı onun icrasını həyata keçirən heyətinə inanmır. Elə təsəvvür edir ki, həmin heyət ona xəyanət edir və onu öldürmək iqtidarındadır. Dəyərli dostlar, mən bu haqda çox fikirləşdiyimə görə dünya filosoflarına nüfuz edərək, bu haqda məlumatı toplayaraq mənim diqqətimi çəkən Yunan klassik filosofu Hipokratın bu haqda dediyi sözlər təsdiq edə bilərəm ki, oxşar olan insanlar tərəfindən qəbul edilir. Və ən başlıcası Alman filosofu Feyerbaxın dediyi dəyərli fəlsəfi sözlərə nüfuz etsəm, fikir və ideyalarının libası özünə uyğun gələn fikir və ideyalara malik insanlar tərəfindən qəbul edilir. Və eyni zamanda mən İbn Sinanın sözləri ilə desəm, həmin xəstəliyə tutulmuş insanlar öz sevgisini hüzur etdiyi insanlarda gördüyü üçün həmin insanları da həmin adamlar demək, onu xilas edə bilərlər. Odur ki, dəyərli dostlar, hər bir insan özü bu mühitdən uzaqlaşmalı və özünü sakit, azad vəziyyətdə saxlamalıdır ki, o belə bəlalardan uzaq olsun. Çünki insan bioloji varlıq olmaqla bərabər həm də psixososioloji varlıqdır. Odur ki, belə insanlar yalnız sevdikləri, qəlbən bağladıkları insanlarla təmasda olmalıdırlar ki, belə bir mühasirəni yarıb azadlığa çıxa bilsinlər. Özünüzdən müəyyət olun, diqqətə görə təşəkkür edirəm.